Qoç. Aprel ayının ilk günü enerjinizin zirvədə olması ilə başlayır, lakin bu gücü hara yönəldəcəyiniz barədə ciddi düşünməlisiniz. İş həyatınızda uzun müddətdir gözlədiyiniz o mühüm təklif və ya fürsət qəfildən qapınızı döyə bilər. Rəhbərliklə olan ünsiyyətinizdə diplomatik davranmaq gələcək karyeranız üçün həlledici rol oynayacaq. Maddi məsələlərdə riskli addımlardan qaçmalı, xüsusilə tanımadığınız platformalarda sərmayə qoyarkən ehtiyatlı olmalısınız. Şəxsi büdcənizdə yaranan kiçik boşluqları doldurmaq üçün yeni bir qazanc mənbəyi tapmaq ehtimalınız çox yüksəkdir. Sevgi həyatınızda partnyorunuzla aranızda yaranan anlaşılmazlıqları səmimi bir söhbətlə həll etmək üçün ideal zamandır. Tənha qoçlar üçün köhnə bir tanışın gözlənilməz mesajı hisslərinizi yenidən alovlandıra bilər. Daxili dünyanızda baş qaldıran narahatlığı yatırtmaq üçün fiziki aktivliyə və ya idmana vaxt ayırmanız məsləhətdir. Özünüzü motivasiya etmək üçün keçmiş uğurlarınızı xatırlamaq sizə əlavə güc verəcək. Sosial çevrənizdə sözü keçən biri olmağınız bəzi paxıl insanların diqqətini çəkə bilər, ona görə də planlarınızı hamı ilə bölüşməyin. Dostlarınızla keçirəcəyiniz axşam saatları sizə unudulmaz anlar və yeni ideyalar bəxş edəcək. Yolda olarkən diqqətli olun, çünki fikirlərinizin dağınıqlığı xırda qəzalara və ya itkilərə səbəb ola bilər. Evinizdəki texniki avadanlıqların nasazlığı planlarınızı bir qədər gecikdirə bilər, səbirli olmağa çalışın. Yaradıcılıq qabiliyyətiniz bugün hər zamankından daha qabarıq şəkildə büruzə verəcək. İmzalamalı olduğunuz sənədlərin altındakı kiçik qeydləri oxumağı unutmayın. Sağlamlığınızda yaranan xırda ağrıları görməzdən gəlməyin və bədəninizi dinləməyi öyrənin. Özünüzə olan inamınız ətrafınızdakı insanlara da müsbət təsir edəcək. Günün sonunda tək qalmaq və gələcək planlarınızı vərəqə köçürmək sizə aydınlıq gətirəcək. Başqalarının problemlərini öz üzərinizə götürməkdən çəkinin, bu sizi emosional olaraq tükəndirə bilər. İnsanlarla münasibətlər yox deməyi bacarmağınız şəxsi sərhədlərinizi qorumağa kömək edəcək. Uğurunuzun açarı hərəkətə keçməkdən qorxmamağınızdadır. Buğa. Sabitlik axtarışınızın ön plana çıxdığı bir dövrə qədəm qoyursunuz, lakin həyatın sürprizlərinə qarşı çevik olmalısınız. Ofis daxilində yaranan rəqabət mühiti sizi daha çox çalışmağa və özünüzü sübut etməyə sövq edəcək. Peşəkar fəaliyyətinizdə tənqidlərə açıq olmanız, çatışmazlıqlarınızı tez bir zamanda aradan qaldırmağa şərait yaradacaq. Maliyyə baxımından gözlənilməz bir xərc çıxa bilər, lakin bu, büdcənizdə ciddi bir böhran yaratmayacaq. Alış-veriş edərkən ehtiyaclarınızla istəkləriniz arasındakı balansı qorumağa çalışın. Münasibətlərdə inam hissinin zədələnməməsi üçün partnyorunuza qarşı dürüstlükdən imtina etməyin. Uzun müddətli əlaqəsi olanlar üçün gələcək planlar qurmaq və ailə məsələlərini müzakirə etmək üçün əlverişli şərait var. Psixoloji olaraq özünüzü bir qədər yorğun hiss edə bilərsiniz. Bu səbəbdən təbiətlə vaxt keçirmək ruhunuza yaxşı gələcək. Motivasiyanızı artırmaq üçün hobbilərinizə və sizi xoşbəxt edən kiçik detallara fokuslanın. Ətrafınızdakı insanların rəylərinə həddindən artıq önəm vermək öz yolunuzdan sapmanıza səbəb ola bilər. Köhnə dostlardan birinin gətirəcəyi xəbər həyatınızda bəzi dəyişikliklərə yol açacaq. Sosial tədbirlərdə iştirak etmək yeni və faydalı tanışlıqlar qazanmağınız üçün qapı açacaq. Gözlənilməz bir səyahət təklifi alsanız, tərəddüd etmədən qəbul etməyiniz məsləhətdir. Maddi asılılıqdan qurtulmaq üçün yeni investisiya yolları barədə araşdırmalar aparmağın tam zamanıdır. Şuuraltı qorxularınızla üzləşmək sizə daxili azadlıq hissi bəxş edəcək. Başqalarına məsləhət verərkən öz həyatınızdakı təcrübələrdən yararlanmağınız qarşı tərəfə çox kömək edəcək. Yuxu rejiminə diqqət yetirmək gün boyu enerjili qalmağınızın əsas şərtidir. Yarımçıq qalmış işlərinizi tamamlamaq sizə böyük bir yükdən azad olmaq hissi verəcək. Özünüzə verdiyiniz vədləri yerinə yetirmək üçün iradə nümayiş etdirməlisiniz. Əkizlər. Ünsiyyət bacarığınızın ən yüksək həddə çatdığı, sözlərinizlə insanları sehrləyə biləcəyiniz bir gün sizi gözləyir. İş yerində irəli sürdüyünüz innovativ ideyalar həm həmkarlarınız, həm də rəhbərlik tərəfindən rəğbətlə qarşılanacaq. Komanda işində liderlik keyfiyyətlərinizi nümayiş etdirmək üçün qarşınıza mükəmməl fürsətlər çıxacaq. Maddi vəziyyətinizdəki qeyri-müəyyənliklər yavaş-yavaş aradan qalxır, bu da sizə gələcəyə daha inamla baxmağa imkan verir. Gözləmədiyiniz bir yerdən gələn pul mükafatı və ya borcun qaytarılması sizi sevindirəcək. Romantik münasibətlərdə emosional dərinlik axtarışınız qarşı tərəf tərəfindən müsbət qarşılanacaq.
Yeni tanış olduğunuz bir şəxslə aranızda olan intellektual bağ qısa zamanda daha ciddi bir duyğuya çevrilə bilər. Ruh halınızdakı ani dəyişiklikləri idarə etmək üçün meditasiya və ya nəfəs məşqlərinə üstünlük verin. Zehni fəaliyyətinizi artıracaq kitablar oxumaq və ya yeni bir kursa yazılmaq motivasiyanızı artıracaq. Sosial mediada keçirdiyiniz vaxtı məhdudlaşdıraraq real münasibətlərə daha çox diqqət ayırın. Tanımadığınız insanların rəylərinin əhvalınızı pozmasına icazə verməyin. Gözlənilməz telefon zəngləri və ya e-poçtlar gününüzün axarını tamamilə dəyişə bilər. Şəxsi sirlərinizi qorumaq və hər kəsə güvənməmək mövzusunda xəbərdarlıq alırsınız. Səhhətinizlə bağlı profilaktik müayinələrdən keçmək gələcəkdə yarana biləcək problemlərin qarşısını alacaq. Məntiqinizlə hissləriniz arasında qaldığınız anlarda ürəyinizin səsinə qulaq asmaq sizi doğru yola yönəldəcək. Yaradıcılıqla məşğul olan əkizlər üçün ilham pərisi bugün hər addımda yanınızda olacaq. Ev daxilindəki kiçik təmirlər və ya dekorasiya dəyişiklikləri enerjinizi təzələyəcək. Başqalarının münaqişələrinə tərəf kimi qoşulmaqdan uzaq durun, bu sizin nüfuzunuza xələl gətirə bilər. Dəyişikliklərdən qorxmaq yerinə onlara yeni bir macəra kimi baxmağı öyrənin. Zamanın qədrini bilmək və hər anı dəyərləndirmək sizə mənəvi rahatlıq gətirəcək. Xərçəng. Həssaslığınızın artdığı bir dövrdə daxili səsinizə güvənmək sizi bir çox səhvlərdən qoruya bilər. Peşəkar fəaliyyətinizdə kollektiv daxilində yaranan gərginlikdən uzaq durmaq və yalnız öz vəzifələrinizə fokuslanmaq ən doğru strategiya olacaq. Yaradıcı layihələriniz üçün rəhbərlikdən dəstək almaq şansınız var. Kifayətdir ki, fikirlərinizi çəkinmədən ifadə edəsiniz. Maddi məsələlərdə ailə üzvləri ilə ortaq büdcə planlaması aparmaq gələcək xərclərinizi tənzimləməyə kömək edəcək. Köhnə bir borcun gözlənilmədən qaytarılması və ya əlavə qazanc imkanı büdcənizə nəfəs aldıracaq. Sevgi münasibətlərində həddindən artıq qoruyucu davranmağınız partnyorunuzda boğulma hissi yarada bilər, ona biraz sərbəstlik verin. Tənha xərçənglər üçün keçmişdə qalan birinin yenidən peyda olması hisslərinizi alt-üst edə bilər, lakin eyni səhvi təkrarlamamaq üçün məntiqlə hərəkət edin. Psixoloji olaraq özünüzü kövrək hiss etdiyiniz anlarda uşaqlıq xatirələrinizə sığınmaq və ya yaxın dostunuzla dərdləşmək sizə güc verəcək. Motivasiyanızı yüksəltmək üçün evinizdə rahatlıq yaradan kiçik detallara, məsələn, şamlara və ya yeni ətirlərə yer ayırın. Sosial çevrənizdə sizə ehtiyacı olan birinə yardım etmək mənəvi rahatlığınız üçün çox vacibdir. Başqalarının mənfi enerjisini özünüzə çəkməmək üçün emosional qalxanınızı möhkəm tutun. Gözlənilməz bir ailə yığıncağı və ya qonaq gəlişi planlarınızı dəyişsə də, bu görüş sizə xoş təəssürat bağışlayacaq. Sağlamlığınızda həzm sistemi ilə bağlı yaranan xırda narahatlıqlara qarşı qidalanma rejiminizə diqqət yetirin. Gizli qalan bəzi sənədlərin və ya məlumatların üzə çıxması sizi qısa müddətlik təəccübləndirə bilər. Şəxsi inkişafınız üçün psixoloji seminarlara və ya onlayn dərslərə qatılmaq intuisiyanızı daha da itiləyəcək. Xəyallarınızla reallıq arasındakı uçurumu bağlamaq üçün konkret addımlar atmağa başlayın. Başqalarına verdiyiniz dəyərin qarşılığını görmədiyiniz yerdə çox qalmayın. Özünüzü sevməyi və özünüzə zaman ayırmağı prioritet halına gətirin. Gələcəklə bağlı narahatlıqları bir kənara qoyub anın dadını çıxarmağı öyrənin. Şiir. Liderlik xüsusiyyətlərinizi nümayiş etdirmək və diqqət mərkəzində olmaq üçün ideal bir mühit formalaşır. İş yerində iri miqyaslı bir layihənin rəhbərliyi sizə həvalə oluna bilər ki, bu da karyeranızda mühüm dönüş nöqtəsidir. Özünə inamlı davranışınız tərəfdaşlarınızın sizə olan etibarını qat-qat artıracaq, lakin təkəbbürdən qaçmağa çalışın. Maliyyə sahəsində lüks xərclərə meyliniz arta bilər, lakin gələcək investisiyalarınızı təhlükəyə atmamaq üçün ehtiyatlı davranın. Maddi müstəqilliyinizi qorumaq üçün gəlirlərinizi artıracaq alternativ yollar axtarmağa başlayın. Sevgi həyatınızda ehtiras və romantikanın artacağı bir dönəmdir. Partnyorunuza sürprizlər etmək münasibətinizi təzələyəcək. Münasibəti olmayan şirlər üçün parlaq və xarizmatik bir şəxslə tanışlıq ehtimalı olduqca yüksəkdir. Psixoloji olaraq özünüzü çox güclü və hər şeyi bacara biləcək ruh halında hiss edəcəksiniz. Motivasiya mənbəyiniz ətrafınızdakı insanların sizə olan heyranlığı və qazandığınız uğurlar olacaq. Sosial statusunuzu yüksəldəcək mühitlərdə iştirak etmək və yeni əlaqələr qurmaq üçün cəsarətli olun. Dostlarınızın məsləhətlərinə qulaq asarkən onların da insan olduğunu və səhv edə biləcəyini unutmayın. Gözlənilməz bir iş təklifi və ya xarici ölkə ilə bağlı imkanlar qarşınızda yeni üfüqlər açacaq.
Yollarda sürət həddini aşmamağa və diqqətli olmağa xüsusi önəm verin. Sağlamlığınızda onurğa və bel nahiyəsində yarana biləcək gərginliklərə qarşı masaj və ya yoga tövsiyə olunur. Hər hansı bir sənədə imza atmazdan əvvəl hüquqi tərəflərini mütləq araşdırın. Rəqiblərinizin sizin zəif nöqtənizi axtardığını bilərək emosiyalarınızı cilovlamağı bacarın. Öz yaradıcılığınızı və hobbilərinizi peşəkar səviyyəyə daşımaq üçün əlverişli fürsət yaranır. Həyatınızdakı artıq olan hər şeyi, istər əşya, istərsə də insan, təmizləmək vaxtıdır. Cəsarətiniz sizə ən çətin qapıları belə açacaq, sadəcə doğru anaşmanı tapın. Qız. Detallara olan diqqətiniz və analitik zəkanız sayəsində ən qarışıq məsələlərin belə öhdəsindən asanlıqla gələcəksiniz. Karyera pillələrində irəliləmək üçün intizamlı olmağınız rəhbərliyin gözündən qaçmayacaq və qiymətləndiriləcək. İş mühitində yaranan problemləri sistematik şəkildə həll etməyiniz sizi əvəzolunmaz kadr edir. Maliyyə planlamasında göstərdiyiniz vasvaslıq sayəsində büdcənizi qorumağı və hətta yığım etməyi bacaracaqsınız. Alış-veriş zamanı keyfiyyətə üstünlük verməyiniz uzun müddətli perspektivdə sizə qənaət bəxş edəcək. Sevgi münasibətlərində daha çox şəffaflıq və aydınlıq tələb etməyiniz bəzi gərginliklərə yol açsa da, nəticədə hər şey yerinə oturacaq. Tənha qızlar üçün eyni maraq dairəsinə malik olduğunuz bir insanla ortaq bir nöqtədə kəsişmək ehtimalı var. Psixoloji gərginliyi azaltmaq üçün gün boyu planlı hərəkət etmək və xaosa yol verməmək vacibdir. Özünüzü təkmilləşdirmək üçün yeni dil öyrənmək və ya texniki bacarıqlarınızı artırmaq sizi motivasiya edəcək. Sosial əlaqələrdə çox tənqidi olmaqdan qaçın, çünki bu, yaxınlarınızın sizdən uzaqlaşmasına səbəb ola bilər. Yardımsevərliyiniz ətrafdakılar tərəfindən çox təqdir olunacaq, lakin özünüzü unutmayın. Gözlənilməz texniki problemlər, kompüter və ya telefon nasazlığı işlərinizi bir qədər ləngidə bilər. Sağlamlığınıza qarşı hər zamankından daha diqqətli olun, xüsusilə immun sisteminizi gücləndirəcək qidalara üstünlük verin. Şübhəçi yanaşmanız sizi bəzi fırıldaqçılıqlardan qoruyacaq, ona görə də intuisiyanıza inanın. Evinizdə qayda-qanun yaratmaq və artıq əşyalardan qurtulmaq zehninizdəki dağınıqlığı da aradan qaldıracaq. Yeni bir mənzilə köçmək və ya interyeri dəyişmək fikirləri gündəmə gələ bilər. Təbiətdə keçirəcəyiniz sakit bir saat belə enerjinizi bərpa etmək üçün yetərlidir. Başqalarının həyatına müdaxilə etmək yerinə öz həyatınızdakı prioritetləri müəyyənləşdirin. Tərəzi. Həyatınızda tarazlıq yaratmaq istəyi bugün hər zamankından daha güclü şəkildə özünü göstərəcək. İş mühitində ədalətli qərarlarınızla həmkarlarınız arasında böyük nüfuz qazanmaq şansınız var. Ortaq layihələrdə diplomatik bacarığınız sayəsində yaranmış gərginliyi asanlıqla aradan qaldıracaqsınız. Karyera pillələrində irəliləmək üçün sənədləşmə işlərinə və hüquqi detallara xüsusi diqqət yetirməyiniz tələb olunur. Maddi məsələlərdə tərəfdaşlıqlardan gələn qazanclar büdcənizdə müsbət artımlara səbəb olacaq. Lüks əşyalara olan meylinizi bir qədər cilovlamalı, gələcək investisiyalar üçün yığım etməyə başlamalısınız. Sevgi həyatınızda qarşılıqlı anlayış və nəzakət mühiti hökm sürəcək ki, bu da münasibətləri daha da möhkəmləndirəcək. Tənha tərəzilər üçün incəsənət mühitində və ya estetik məkanlarda yeni bir tanışlıq ehtimalı olduqca yüksəkdir. Psixoloji olaraq özünüzü daxili sülh içində hiss etmək üçün meditasiya və ya musiqi ilə məşğul olmaq sizə çox yaxşı təsir edəcək. Motivasiyanızı artırmaq üçün ətrafınızdakı məkanı gözəlləşdirmək, dekorasiyada dəyişiklik etmək faydalı olar. Sosial əlaqələrinizdə hər kəsin könlünü xoş tutmağa çalışmaq sizi emosional olaraq yora bilər, buna görə də öz ehtiyaclarınızı unutmayın. Dostlarınızla keçirəcəyiniz axşam yeməyi sizə yeni və maraqlı perspektivlər qazandıracaq. Gözlənilməz bir dəvət və ya tədbir planlarınızı müsbət mənada dəyişə bilər. Sağlamlığınızda böyrək və bel nahiyəsini qorumaq üçün bol su içməyiniz və ağır qaldırmamağınız məsləhətdir. İmzalamalı olduğunuz müqavilələrin şərtlərini təkrar-təkrar oxumaq sizi gələcək risklərdən sığortalayacaq. Şuuraltı qorxularınızla üzləşmək üçün kifayət qədər cəsarətli olduğunuz bir gündür. Başqalarının problemlərinə hakimlik etmək yerinə öz həyatınızdakı prioritetləri müəyyənləşdirin. Yaradıcılıq potensialınızın zirvədə olduğu bu vaxtda yeni bir hobbi və ya sənət növü ilə maraqlanmağa başlayın. Dəyişikliklərdən qorxmaq yerinə onları həyatın rəngləri kimi qəbul etmək sizə mənəvi rahatlıq gətirəcək. Əqrəb. Daxili gücünüzün və iradənizin sınağa çəkildiyi bir gündür, lakin siz hər çətinlikdən daha güclü çıxacaqsınız. İş həyatınızda gizli qalan bəzi məqamların üstünün açılması sizə strateji üstünlük qazandıra bilər.
Rəqiblərinizin addımlarını əvvəlcədən təxmin etmək bacarığınız sayəsində böyük bir uğura imza atacaqsınız. Karyeranızda köklü dəyişiklik etmək və ya tam fərqli bir sahəyə yönəlmək fikirləri beyninizdə dolaşa bilər. Maddi sahədə borcların qaytarılması və ya vergi məsələləri ilə bağlı müsbət xəbərlər alacaqsınız. Riskli investisiyalardan qaçmalı və pullarınızı daha etibarlı sahələrdə saxlamalısınız. Romantik münasibətlərdə qısqanclıq və sahiblənmə hisslərini idarə etmək üçün özünüzü tərbiyə etməyiniz vacibdir. Partnyorunuzla aranızdakı emosional bağın dərinləşməsi üçün səmimi etiraflar etməyin tam zamanıdır. Psixoloji olaraq özünüzü yeniləmək, köhnə vərdişlərdən qurtulmaq üçün daxili bir təkan hiss edəcəksiniz. Motivasiyanızı yüksək tutmaq üçün sirli və araşdırma tələb edən mövzularla məşğul olmaq sizə zövq verəcək. Sosial çevrənizdə kimin həqiqi dost, kimin isə sadəcə tanış olduğunu dərk edəcəyiniz hadisələr baş verə bilər. Ətrafınızdakı insanların manipulyasiyalarını dərhal hiss edəcək və onlara qarşı sərt sərhədlər qoyacaqsınız. Gözlənilməz bir xəbər və ya məlumat həyatınızdakı bəzi planları tamamilə ləğv etməyinizə səbəb ola bilər. Sağlamlığınızda enerji səviyyənizi qorumaq üçün yuxu rejiminə və stressdən uzaq durmağa diqqət yetirin. Gizli saxlamağınız lazım olan sənədlərin təhlükəsizliyinə əmin olun. İntuisiyanızın səsi bugün hər zamankından daha aydın çıxacaq, ona qulaq asmaqdan çəkinməyin. Başqalarının zəifliklərindən istifadə etmək yerinə onlara yol göstərmək sizin nüfuzunuzu artıracaq. Həyatınızda yeni bir səhifə açmaq üçün keçmişin yüklərini çiyinlərinizdən atmağa hazır olun. Maddi asılılıqlardan qurtulmaq üçün göstərdiyiniz çabalar tezliklə bəhrəsini verəcək. Cəsarətiniz həm iş, həm də şəxsi həyatınızda ən böyük bələdçiniz olacaq. Ox atan. Macəra ruhunuzun və öyrənmək eşqinizin zirvədə olduğu, yeni üfüqlərə açılmaq istədiyiniz bir gündür. İş həyatınızda beynəlxalq əlaqələr və ya xarici layihələrlə bağlı maraqlı təkliflər gündəmə gələ bilər. Akademik fəaliyyət və ya təhsil məsələlərində qarşınızda duran maneələrin bir-bir yox olduğunu görəcəksiniz. Karyeranızda vizyonunuzu genişləndirəcək yeni bir mentor və ya məsləhətçi ilə tanış olmaq şansınız var. Maliyyə vəziyyətinizdəki artım sizi daha çox səyahət etməyə və ya yeni təcrübələr qazanmağa həvəsləndirəcək. Pul xərcləyərkən gələcək ehtiyatlarınızı da nəzərə almalı, həddindən artıq optimist davranmamalısınız. Sevgi münasibətlərində azadlığınıza verilən dəyər sizin üçün hər şeydən daha önəmli olacaq. Tənha oxatanlar üçün fərqli mədəniyyətə və ya düşüncə tərzinə malik olan bir insanla tanışlıq maraqlı bir başlanğıc ola bilər. Psixoloji olaraq özünüzü çox enerjili, optimist və hər şeyin yaxşı olacağına inanan ruh halında hiss edəcəksiniz. Motivasiya mənbəyiniz gələcəklə bağlı qurduğunuz böyük xəyallar və hədəflər olacaq. Sosial çevrənizdə optimist yanaşmanızla insanların diqqətini çəkəcək və onlara ümid verəcəksiniz. Yeni dostluqlar və ya qruplara daxil olmaq üçün sosial tədbirlərdə fəal iştirak etməyiniz məsləhətdir. Gözlənilməz bir yolçuluq və ya səfər planı çıxa bilər, bu fürsəti qaçırmamağınız tövsiyə olunur. Sağlamlığınızda qaraciyər və bud nahiyəsində yarana biləcək yorğunluqlara qarşı qidalanmanıza diqqət edin. Hüquqi sənədlərlə və ya viza məsələləri ilə bağlı bəzi bürokratik gecikmələr səbrinizi sınağa çəkə bilər. Məntiqinizlə hərəkət etmək sizi sonradan peşman olacağınız tələsik qərarlardan qoruyacaq. Başqalarının ideyalarını tənqid etmək yerinə onlarla ortaq məxrəcə gəlməyə çalışın. Həyatın fəlsəfəsini anlamaq və mənəviyyatınızı gücləndirmək üçün oxuduğunuz kitablar dünya görüşünüzü dəyişəcək. Hər bir fürsəti bir öyrənmə dərsi kimi qəbul edərək addım atın. Oğlaq. Karyera hədəflərinizə doğru atdığınız addımların nəticəsini görməyə başladığınız bir mərhələdəsiniz. İş mühitində nizam-intizamlı və məsuliyyətli davranışınız rəhbərliyin xüsusi diqqətini çəkəcək. Peşəkar fəaliyyətinizdə qarşınıza çıxan maneələri soyuqqanlılıqla dəf etmək bacarığınız sizə böyük üstünlük qazandıracaq. Maddi məsələlərdə uzun müddətli strateji planlama aparmaq gələcək maliyyə azadlığınızın təməlini qoyacaq. Pul qazanmaq üçün yeni və daha stabil yollar tapmaq ehtimalınız bu günlərdə kifayət qədər yüksəkdir. Şəxsi büdcənizdəki israfçılığa son qoyaraq daha qənaətcil bir modelə keçid etməyiniz məsləhətdir. Sevgi münasibətlərində ciddiyyət və etibar axtarışınız partnyorunuz tərəfindən müsbət qarşılanacaq. Tənha oğlaqlar üçün iş mühitində və ya rəsmi bir tədbirdə maraqlı bir tanışlıq baş tuta bilər. Psixoloji olaraq özünüzü hər zamankından daha dözümlü və iradəli hiss edəcəksiniz. Motivasiyanızı artırmaq üçün kiçik uğurlardan çox, böyük zirvələrə fokuslanmaq sizə daxili güc verəcək.
Sosial əlaqələrinizdə keyfiyyət kəmiyyətdən daha önəmli olacaq, ona görə də yalnız sadiq dostlarınıza vaxt ayırın. Ətrafınızdakı insanların məsuliyyətsizliyi səbrinizi sınağa çəksə də, professionallığınızı qorumalı xəbərdarlığı alırsınız. Gözlənilməz rəsmi bildirişlər və ya sənəd işləri günün bir hissəsini məşğul edə bilər. Sağlamlığınızda sümük və oynaq ağrılarına qarşı diqqətli olun, kalsium qəbuluna önəm verin. Daşınmaz əmlak və ya torpaq məsələləri ilə bağlı mühüm xəbərlər ala bilərsiniz. İmzalanacaq sənədlərdəki hüquqi terminləri mütəxəssislə məsləhətləşmədən təsdiqləməyin. Başqalarının sizin haqqınızda formalaşdırdığı stereotipləri qırmaq üçün əla fürsət yaranır. Şuuraltınızda yatan gələcək qorxularını bir kənara qoyub real imkanlara fokuslanmağınız vacibdir. Günün sonunda tək başına keçirəcəyiniz sakit saatlar sizə yeni ideyalar gətirəcək. Dolça. Yenilikçi ideyalarınızın və fərqli baxış bucağınızın cəmiyyət tərəfindən qəbul ediləcəyi bir atmosfer yaranır. İş həyatınızda texnologiya və rəqəmsal layihələrlə bağlı gözlənilməz, lakin çox gəlirli fürsətlər yarana bilər. Komanda daxilindəki fikir ayrılıqlarını orijinal həll yollarınızla aradan qaldıraraq liderlik potensialınızı göstərəcəksiniz. Karyeranızda azadlıq və müstəqillik əldə etmək üçün apardığınız mübarizə müsbət nəticələr verməyə başlayır. Maddi sahədə qeyri-adi qazanc metodları və ya startup layihələrindən gələn gəlirlər büdcənizi gücləndirəcək. Pulunuzu idarə edərkən emosional qərarlardan qaçmalı, məntiqli və gələcəyə hesablanmış addımlar atmalısınız. Sevgi münasibətlərində partnyorunuzla intellektual mövzularda fikir mübadiləsi aparmaq aranızdakı bağı daha da dərinləşdirəcək. Tənha dolçalar üçün sosial şəbəkələrdə və ya maraq qruplarında qeyri-adi bir insanla tanışlıq ehtimalı var. Psixoloji olaraq özünüzü çox sərbəst, enerjili və kəşflərə açıq bir ruh halında hiss edəcəksiniz. Motivasiyanızı yüksəltmək üçün gələcəyin texnologiyaları, elmi yeniliklər və ya sosioloji araşdırmalarla maraqlanmaq sizə zövq verəcək. Sosial çevrənizdə humanist yanaşmanızla seçiləcək və bir çox insana ilham mənbəyi olacaqsınız. Dostlarınızla birlikdə xeyriyyə işlərinə və ya ictimai layihələrə qatılmaq mənəvi rahatlığınız üçün çox faydalıdır. Gözlənilməz texniki nasazlıqlar və ya internet problemləri planlarınızı qısa müddətlik ləngidə bilər. Sağlamlığınızda qan dövranı və ayaq nahiyəsində yarana biləcək gərginliklərə qarşı masaj tövsiyə olunur. Hər hansı bir qrupa və ya birliyə üzv olarkən şərtləri diqqətlə nəzərdən keçirin. İntuisiyanızın sizə pıçıldadığı o qeyri-adi ideyanı həyata keçirmək üçün cəsarətinizi toplayın. Başqalarının sizi anlamaması sizin səhviniz deyil, sadəcə zamanın öndə olduğunuzun göstəricisidir. Köhnəlmiş qayda və qanunları sındırmaq üçün daxili bir təkan hiss etsəniz, bunu konstruktiv şəkildə edin. Həyatınızdakı toksik insanlarla vidalaşmaq üçün ən uyğun zamandır. Günün sonunda əldə etdiyiniz mənəvi qazanclar sizi gələcəyə daha böyük ümidlə bağlayacaq. Balıqlar. Ruhsal dünyanızın zənginləşdiyi və daxili hüzura qovuşmaq üçün şəraitin yarandığı bir mərhələdəsiniz. İş həyatınızda intuisiyanıza güvənərək atdığınız addımlar sizi gözlənilməz bir müvəffəqiyyətə apara bilər. Yaradıcılıq tələb edən sahələrdə çalışan balıqlar üçün ilham pərisinin hər an yanınızda olacağı bir gündür. Peşəkar fəaliyyətinizdə rəqabətdən uzaq durmaq və sakitcə öz işinizi görmək sizə daha çox uğur gətirəcək. Maddi məsələlərdə xəyallara qapılmadan real rəqəmlərlə hərəkət etmək büdcənizi qorumaq üçün vacibdir. Gözləmədiyiniz bir mənbədən gələn maddi dəstək və ya hədiyyə sizi emosional olaraq çox sevindirəcək. Sevgi münasibətlərində romantika və fədakarlıq ön plana çıxacaq, partnyorunuzla eyni ruh halını paylaşacaqsınız. Tənha balıqlar üçün mənəvi bir məkanda və ya su kənarında maraqlı bir qarşılaşma baş verə bilər. Psixoloji olaraq özünüzü bir qədər xəyalpərəst hiss edə bilərsiniz, lakin bu yaradıcı işləriniz üçün faydalı olacaq. Motivasiyanızı artırmaq üçün sənətlə məşğul olmaq, rəsm çəkmək və ya musiqi dinləmək ruhunuzu təzələyəcək. Sosial əlaqələrinizdə empatiya qabiliyyətiniz sayəsində hər kəsin dərdinə ortaq olacaq, onlara mənəvi dayaq duracaqsınız. Sirlərinizi hər kəslə bölüşməmək və gizli düşmənlərə qarşı ayıq olmaq mövzusunda xəbərdarlıq alırsınız. Gözlənilməz yuxular və ya işarələr sizə həyatınızdakı bəzi sualların cavabını tapmaqda kömək edəcək. Sağlamlığınızda immun sistemini gücləndirmək və ayaqlarınızı isti saxlamaq profilaktik cəhətdən əhəmiyyətlidir. Gizli qalan həqiqətlərin üzə çıxması bəzi münasibətləri yenidən nəzərdən keçirməyinizə səbəb olacaq. Özünüzü qurban rolunda görməkdən əl çəkin və həyatınızın sükanını əlinizə alın.
Şuuraltı təmizliyi aparmaq üçün dua, meditasiya və ya psixoloq məsləhəti sizə işıq olacaq. Başqalarının emosiyalarını süngər kimi özünüzə çəkməkdən çəkinin, öz enerjinizi qoruyun.